Bugün Neynəva çölündə İsmaillar bir-birinin arxasıca duraraq qurban getmək vaxtını gözləyirlər. Mənim övladım da onlardan biridir. Rəhət qurbangaha gedir ki, qanını sənlə mən əllərimizdə həna yaxar. Bəs mən başıma haranın külünü töküm? Sənin nə atam, nə qardaşım, nə də ki güvənəcək qohumlarım var. 20 günə yaxındır ki sizin gəliniz olmuşam. Bütün eşq və ümidin Vəhəbə bağlıdır. O olmasa köməyim kim olacaq? Əziz gəlinim, göz yaşlarının şeytan vəsvəsəsinə çevrilərək əlini büdrətməyinə imkan vermə. Sənin kimi ürəyində eşq gəzdirən sevgilisinin əbədi xoşbəxtliyinə mane olmaz. Anacan, təzə gəlini sənə, səni isə Hüseynin Allahına tapşırdım. Vəhəbi böyüdü boya başa çatdıran mehriban ana kimi, onun da qayğısına qal. Ürəyim buz kimi olsun aslan oğlum. Bundan sonra bu kiçik mələk həm mənim gəlinim, həm də oğlumun yadigarı olacaq. Bir şərtlə meydana getməyinə razıyam Bəhər. Şərt? Bugün Hüseynə yardım eləmək, onun cəddinin ümməti üzərinə Allah tərəfindən qoyulan bir vəzifədir. Belə vəziyyətdə şərt irəli sürmək insafsızlıqdır xanım. Eşitdiyin kimi Bəhər, əgər şərtimi qəbul eləməsən Hüseynə və onun Allahına şikayət edəcəm. Şərtinidir. Qəbul edəcəyinə söz versən deyərəm. Şərtini bilmədən necə söz verə bilərəm axı? Qorxma Bəhər. Mənim kimi gəlin otağından yenicə çıxan və gözlərinin qarşısında bütün ümid və arzularının alt-üst olmasına razı olan birisinin şərtləri inan ki insaflı olacaq. Buyur, dinləyirəm. Ay oğlum. Onun şərti getməyinə mane olsa necə? Onu qəbul eləyəcəksən? Anacan, inanın ki mən əhdimdən dönəcək qədər zəif, iradəli şəxs deyiləm. Məyər bu yaşda gəlin olan birisinin çətin sınaq qarşısında öz xoşbəxtliyi uğrunda mübarizə aparmağa haqqı yoxdur? Sən bu oğlun xoşbəxtliyi istəyirsinsə, bəs mən istəməyim. Qorxmayın, mənim şərtim Vəhəbin xoşbəxtliyinə qətiyyən mane olmayacaq. Yaxşı xanım, narahat ol, qəbul edirəm. Dünyada mənə vermədiyini, ahirətdə mənə verəcəyinə söz ver. Qiyamətdə yenə mənim sənə arvad və sənin mənə ər olacağına söz ver. Subhanallah, sən özünü hara hazırlayırsan xanım? Sənin həvəslə qanat çalıb uçmaq istədiyin yerə. Bəs cəhənnəmə getsəm necə? Yenə də mənlə gedəcəksən. Cəhənnəmin qapıları Hüseyin fədaisinin üzünə bağlıdır. Əcəb şərtin varmış, ay çox bilmiş. Yaxşı Vəhəb, gəlinimin şərtini qəbul eləyirsən? Qəbul eləməyəcəm, qəbul. Yaxşı, arxayın olmam üçün zəmanət ver. Şərəfimdən daha yaxşı zəmanət istəyirsən? Əlbəttə ki, yox. Amma mən ağamız Hüseynin zamin durmasını istəyirəm. Subhanallah, Subhan Rabbiyal azim və bihamdih Rabbi sallallahu Muhammed və ali Muhammed. Allahu akbar. السلام عليك يا أبا عبد الله. السلام عليك يا ابن رسول الله. السلام عليك يا ابن أمير المؤمنين وابن سيد الوصيين.
السلام عليك يا ابن فاطمة السيدات نساء العالمين السلام عليك يا سار الله وابن ساره والبتر المبتول السلام عليك بعد الأرواح التي حلت بفنائك عليك مني جميعا سلام الله أبدا ما بقيت وبقي الليل والنهار يا أبا عبد الله لقد أزومت الراضية وزلت بعزومة المصيبة علينا وعلى جميع أهل الإسلام وزلت بعزومة مصيبتك السماوات على جميع أهل السماوات ولعن الله أساس الظلم والجبر عليكم أهل البيت ولعن الله أمة دفعتكم عن مقامكم وأزالتكم عن مراتبكم التي رتبكم الله فيها ولعن الله أمة قتلتكم ولعن الله الممحدين لكم بالتمكين من قتالكم برئت إلى الله وإليكم منهم ومن أشيائهم وأتباعهم وأوليائهم يا أبا Kerbela şehitleri, Azerbaycan şehitleri, armağanları hakkında selamat olsun. Ustad müəllimlərin, valideynlərin haqqı boynumuzda var. Armağanları hakkında selamat olsun. Allahümme salli ala Muhammed ve ali Muhammed. Özümüzde varis, bedvaris armağanları hakkında selamat olsun inşallah. Özümüz için hediye gönderey, zahire gönderey, Hazreti Emel'in üstünde selamat olsun inşallah. Bu aşkatları ki imam ehsanatı verirler, nezir niyaz verirler, edebli, mehbetli, ehvadli, mesutlu, kurasırlar. Mehabbetle, eşk İmam Hüseyin'e, eşk Ebal Fazıl kurasırlar. Umumen erbahları hakkında selamat zikirler. Allah siz aksakallardan, Allah siz cavanlardan, ana bacılarımızdan Allah razı olsun ki, belə bir məscidi İmam Hüseyin Aleyhisselam'ın matəmin şərəfli, layiqli və qiymətləndirirsiniz. Əvvəl xüsusda və özümüzün tərəfimizdən Həzrət İmam Hüseyin Aleyhisselam'ın özünün, əhl-i beytinin ruhları şad olmaqdan ötürü Muhammed Ali Muhammed'e selamat zikirler. Allah'ım. O şekilde halımıza biz şiyelerin de, biz Müslümanların da eşk-i mehabbeti var. Hem Allah'a hem Allah'ın bize. Hoşların saadeti de imama mehabbetim var. Peygamber'e mehabbetim var. Kur'an'a mehabbetim var. Ben bir haşiye çıkıram, üzr istirəm hamınızdan. İmam üçün, Peygamber üçün, Kur'an üçün, dünya malı ne kadar versin abi. Ne kadar ehsanat versin abi. Ne kadar pul, var, devlet versin abi. Ne kadar, yani Kur'an verir. Mehabbet başkası lazım. Bazı bölgelerde işlemem, bazı bölgelerde ihsanat verilir Aşuradan sonra. Bazı regionlarda ihsanat verilir Cüm'e imamın 40'ında.
Bəzi regionlarda Ənzaq imamın 40-ında efsanat verilir. Mən onlarla işim yoxdur. Mən buradayam, elə mən də elə fərz edirəm ki, mən də elə bu kəndin oğluyam, elə fərz edirəm. Mən də elə belə bir bu kənddə olmuşam. Yəni bu 5-6 gündə bu insanlarla münasibət, ünsiyyət qurdum. Baş ilə görmədiləm. Ağsaqqallar da məndən razı olar, cavanlar da məndən razı olar. Aşuraya qədər imam ehsanı verilir. Çox gözəl, çox qəşəng. Namaz qılınır, çox gözəldir, misli yoxdur. Oruç tutulur, çox gözəldir, misli qiyməti yoxdur. Quran oxunur, misli yoxdur, qiyməti yoxdur, əvəzi yoxdur. Ancaq biraz kasatçılığımız var. Nədə? İmama biraz ehsan verməklə. Biraz orada səxavət əlimizi kəsirik. Mən bir tarixdə olmuşam, Həzrət İmam Hüseyin əleyhisselamın hər il imam ehsanı verərdim. Hər il imam ehsanı verərdim. İki dizəni kəsmək, bir şübhəcə almaq, imamı olsa da mənim ehsanı ehtiyacı yoxdur. Orada təsəlli tapır insan. Təsəlli tapır. Allah İmam Hüseyin məniyyətini qəbirlər, mən bir gün artıq, bir akşamın imam eşkində ehsan verərəm. Çağırma 50 nəfəri, çağırma 100 nəfəri, çağırma 10 nəfəri, 5 nəfəri kifayət edir. Bu kürsün özü bilən, niyyətin 5 nəfərlidir, 50 nəfərlidir, 500 nəfərlidir, elə 10 nəfər kifayət edir. Bu 10 nəfəri ver, öz istədiyinlə, kimi istəyirsən, qonşuyu, qohumu filanı. Əslində bir baxsaq, şəriət nöqtəyi nəzərinə, Qur'an nöqtəyi nəzərinə, ehsanat yetim yesil üçündür. Ehsanat yetim yesil üçündür. Və hər gün ət yiyən üçündür ehsanat. Yəni biz onu da mülazə eləsək, ay Kərbəlayı Nizami, onu da mülazə eləsək, doğrudan da göndərim mən çörək yiyirəm də, ehsanat yiyirəm də, ət yiyirəm də. Məndən vacib bu yetimlərdir. O yetimlərdən vacib o cavanlardır. Bunlar namaz qılır, bu cavan uşaqlara. Onlar içində ehsanat. O yetimin fəqir füqara içindir. Sənin, mənim kəndimdə oğlan var, onun evində gün ortaya çörək yoxdur, amma sənə mənə demir. Allah rəhmət eləsin, bütün alim üləmaları. Sən namazın ona görə bərpa edir ki, o biz görüşürük, sağdan, soldan, arxadan. O görüşəndə görüb bilim mən qarışır, sual verəm ki, filan kəs, sənin evində unun var. Filan kəs, sənin evində çörəyin var. Filan kəs, eşitmişəm sənin borcun var. Gəl bu 10 manatı tutan cüzbə, bu borcu əda elə. Sən namazının, insanla ünsiyyəti budur. Salavat Hüseyin bu günler için imam ehsanı verir, onun işini yok. Allah kabul etsin. Allah niyetin belamında da hayır eləsin. Ama Havvat Ali İmam Hüseyin'le İmam Hüseyin'e tarafı uzadanda andola Əbəlfəzin ədəbinə, andola onun qeyrətinə, andola onun mərifətinə, andola Əbəlfəzin şərəfinə. Vallahi bir dəfə bir yoxlar, gör, İmam Hüseyin'də ehsan verəndə gör necə olur. Saatlı rayonun Xanlar kəndi, Beştəkadır, Ulduz qalxırdı, bu ətraflar Aşura günündən imamın qəşinə qədər hər gün ehsan verilir. 10 kilo ət alınır. Bir işə gətirir, bir qaz gətirir, namaz qılanlara verir, ehsan edilir. Bu işin niyyəti budur da. Hamımız deyirik ki, Hüseyinə mənim canım qurban. Hamımız deyirik ki, varın dövlətin Hüseynə qurban. Kərbəlayılarından görür. Allah bizə yerə qismət eləsin. Bir neçə dəfə. Gedək 100 dəfə cərətlə İmam Hüseyin. Görürsən, qəlbimin razılığı ilə malından keçirirsən. Oğlan vardı mən Kərbəlada gördüm. Həzrət Əbəlfəz barigahının gəldirir üstünə,
İslam'a düşeyle Muhammed Ali Muhammed'e. Eşkına kurban olan, kulağız ki ne deyir? Hazreti Əbəlfəz ağa eşkində, ay Hacı, ay Kərbəlayı, ay Davalar, yaşı kulağız. Allah bizə böyüləri qismət edib, bu qismətdən istifadə edək. Vallahi 5 gündən sonra burada namaz qılan gələcək, kimsə gəlməyəcək. Güzlə desin də gəlgidə gəlməyəcək. Çünki bu 10 gün matəmin məhərəmliyi özü üçün qənaət verir. Kimi qənaət verir, kimi bilmir, kimi düz gəlir, kimi əyri gəlir, kimi hansı bir bəhanə gəlir, onun işin yox, özü bilər, öz Allahı bilər. Həzrət Əbəlfəzl Əbbasın barigahına öz barmağımdan brilliantı çıxardıb atan görmüşəm. Ay Kərbəlayı, ay Hacı, ay Davar, qurban sana, öz barmağımdan brilliantı atıb, nəyə atıb? Atıb niyyət edir, soşmuşam. Ay Kərbəlayı, Əbəlfəz eşkində atmışam bu brilliantı. Səbəb nə idi? Dedi, andılar o Əbəlfəzin eşkinə. Mənim bir niyyətim vardı, Allah hamımızın niyyətini bilsin. Mənim bir niyyətim vardı, bu niyyətim bərpa oldu. Dedim ki, əlimdə olan bu brilliant izi atıram. Əbəlfəz eşkində barigahımda niyyət eləmişdim. Bir nəfər də gördüm mən. Allah sizə Kərbəlayı qismət versin. Vallahi gözəl cəvətçilərdir. Bir nəfər də gördüm. Bir qadın ona tayfası idi. Boyunbağın attı Həzrəti Əbəlfəz ağanın qəbrinə. Bilmədim nə qədər pul, para idi Əbəlfəz ağanın qəbrinə attı. Solomon'du. Ay filan bəndə. Səbəb nə idi də sən attın bura? Dedi, andıla Əbəlfəzə. Allah övladı oynayanları övlad eylesin. Əbəlfəz xaritəlinə əməli salih övlad versin. 10 tane övladansa 2 verirsin, əməli salih versin. 5 tane övladdansa 1 versin, əməli salih versin. Yaxşı övlad versin. Yaxşı övlad dədənənənin başını qaldırar. Qurban sənə, eşqilin qurban olaram. Dədənənənin başını qaldırar. Deyir, vallahi övladım olmurdu, 25 ildə Allah'a dua edirdim. Allah Əbəlfəz eşqindən mənə övlad versin. Allah Əbəlfəz eşqindən mənə övladlar. 25 il yalvarırdım. Allah mənə Əbəlfəz eşqində bir övlad verdi. Adını qoydum Əbəlfəz. Nə gözəl ad. Adını qoydu Hüseyin, nə gözəl ad. Adını qoydu Əli, nə gözəl ad. Adını qoydu Fatimə, nə gözəl ad. Adını qoydu Zeynəb, nə gözəl ad. Adını qoydu Məhəmməd, nə gözəl ad. Görək bu adın insan üçün fəxri şöhrətidir. Biz mənə söhbət elədik, Həzrət İmam Hüseyin Əleyhisselamın ehsanatından, 3-dən də vacibdir bizim boynumuzda. 7-də də vacibdir, 40-da da vacibdir, cümə axşamı da vacibdir. Qurban olaram, yaxşı qulaq. Fikirləndə olsun, balaca bir çağan ölür, bir balaca nəvə, bir balaca övlad, can diyərindir. Mənim sənin can diyərindir. Ona görə sən nə edirəm? Ehsana verirəm. Ona görə ki, əzazanı saxlayıram. Məgər İmam Hüseyin Əleyhisselamın matəmi, ehsanı, sənin o övladı ondan üstünlüğü yox. Amma ona nəyin yanır? Ona eşkin yanır. Çünki sən insanın valideynin digər falasıdır. Həzrət İmam Hüseyin Əleyhisselam salavat düşərlər.